bu həqiqəti inkar edə bilmərik ki, çox adam var ki, özlərini Məsihi bilirlər, lakin həyat tərzləri, rəftarları, fikirləri bunu göstərmir. Buna görə də o adamlar ki, Məsihiyyət haqqında şübhədədirlər, bunların bu rəftarlarını görüb Məsihiyyəti büsbütün danırlar. Belə adamlar hətta Məsihə inananları da imanlarından azdırıb onların həyatlarına ziyan yetirirlər. Xüsusən də o adamların həyatına ki, Məsihiyyətin etibarını ona peyrav olanlarda görürlər. Amma bu səhih deyil. Məsihiyyət imanına etibar bəxş edən onun peyravləri deyil ki, İsa Məsih özüdür. Əgər İsa doğrudan da elə o şəxsdir ki, özü iddia edir, əgər İsa doğrudan da elə o şəxsdir ki, iddia etdiyini yerinə yetirir, əgər İsa elə o şəxsdir ki, vədə verdiyini əncamına çatdırır, pəs hamıdan üstün elə odur, hamıdan əla elə odur və layiqdir də ki, biz candan ona peyrav olaq. Əlbəttə, mənim bu sözüm bu mənada deyil ki, biz ona peyrav olanlar bu mətləbi çox da yüngül tutaq ki, həyatımızı İsa'nın sözlərinə mütabiq yaşamayaq. Əlbəttə ki, Yuhannanın rəvayət etdiyi İncildə biz İsa'nı görürük ki, taysız iddialar edir. Elə iddialar ki, insan tarixinin heç bir zamanında heç kəs belə iddianı edə bilməyib. Və biz insanlara doğrudan da lazım edir ki, onun bu iddialarını araşdıraq və doğru olub olmadığını üzə çıxarlaq. Çünki bunlara inanmaq insanın həyatını bünövrədən dəyişə bilər. Keçən bərnamədə onun bu iddiasına baxdıq ki, deyirdi, həyat çörək mənəm. Əgər bu bərnaməyə baxa bilmədiniz, bizim internet sitemizdə əkilib. Orada baxa bilərsiniz. Amma bu bərnamədə onun başqa bir iddiasına baxacağıq və o da budur. Dünyanın nuru mənəm. İsa'nın bu iddiasını anlamaq üçün gərək Yuhanna rəvayət etmiş İncilin 9-cu fəsilinə baxaq. Bu fəsildə İsa'nı görürük ki, anadan kör doğulan bir adamla rastlaşır. Qoyun bunu da sizə deyim ki, müqəddəs kitabın bütün vaqiələrində mən şəxsən bu vaqiəni çox sevirəm. Çünki adamın necə imanının böyüməsi gözəl bir şəkildə gözümüzün qabağında təsvir olunur. Qoyun sizə bu vaqiəni oxuyum. İsa yolda gedərkən anadan kör doğulmuş bir adam gördü. Onun şagirdləri ondan soruşdular, Ustad, kimin günahı üzündən bu adam kör anadan oldu? Onun özünün, yoxsa ata-anasının? İsa cavab verdi, nə bu adam günah etdi, nə də ata-anası. O, anadan kör oldu ki, Tanrının işləri onun həyatında görünsün. Madam ki, gündüzdür, məni göndərənin işlərinə məşğul olmalıyam. Gecə gəlir ki, o zaman heç kəs işləyə bilməz. Dünyada ikən dünyanın nuruyam. Bu sözləri deyəndən sonra İsa yerə tüpürüb, tüpürcəklə palçıq düzətdi və körün gözünə sürdü. Bu ona dedi, get Siloam hovuzunda yu. Kör adam gedib yudu və gözü açılmış gəldi. Qonşular və kör adamın yolçuluq etdiyini irəlidən bilənlər deyirdilər, məgər bu oturub yolçuluq edən həmən adam deyil.
Bəziləri odur deyirdilər, bəziləri də deyirdilər, xeyr, bu o çor adama oxşayan bir adamdır. Amma o özü, mən elə o adamam deyirdi. Onun üçün çor adamdan soruşdular, bəs necə gözlərin açıldı? O cavab verdi, İsa deyilən adam palçıq düzəldib gözümə sürtdü və mənə dedi, get Siloam hovuzunda yu. Mən də gedib yudum və o zaman gözlərim açıldı. Onlar ondan soruşdular, bu adam haradadır? Dedi, bilmirəm. Əvvəlcə çor olan adamı fərislərin yanına apardılar. İsa palçıq düzəldib çor adamın gözlərini açdığını gün, Səbbət günü idi. Onun üçün də fərislər gözlərinin necə açıldığını cinə soruşdular. Və o da fərislərə dedi, gözlərimin üstünə palçıq sürtdü və yudum və indi görürəm. O vaxt fərislərdən bəziləri dedilər, bu adam tarı tərəfindən deyil, çünki Səbbət gününü saxlamır. Amma bəziləri də dedilər, günahkar bir adam necə belə möcüzələr edə bilər? O vaxt çor adama cinə dedilər, sənin gözlərini açan adamın haqqında özün nə deyirsən? Cavab verdi, o adam bir peyğəmbərdir. Yahudilər o adamın qabaq çor olduğuna və indi gözlərinin açıldığına inanmadılar. Onun üçün də gözləri açılmış adamın ata-anasını çağırıb soruşdular, sizin dediyiniz anadan çor doğulan oğul budur, bəs indi necə görür? O adamın ata-anası cavab verdilər, bu adamın bizim oğlumuz olduğunu və anadan çor doğulmasını yəqin bilirik. Amma indi bilmirik ki, necə görür və kim onun gözlərini açıb. Özündən soruşun, o özü həddi buluğa çatmış bir adamdır. Özü haqqında qoy özü danışsın. O adamın ata-anası bu sözü Yahudilərin qorxusundan dedilər. Çünki Yahudilərin rəisləri belə qərar qoymuşdular ki, İsa'nın Məsih olduğuna inanan hər kəs kənisədən qovulsun. Bu səbəbdən o adamın ata-anası onun özündən soruşun, o özü həddi buluğa çatmış bir adamdır dedilər. Onun üçün əvvəlcə kör olan adamı ikinci dəfə çağırdılar və ona dedilər, Cəlalı tarıya ver. Biz bu adamın günahkar olduğunu bilirik. O vaxt o adam onlara dedi, onun günahkar olub olmadığını bilmirəm. Ancaq bir şey bilirəm, kör idim, indi görürəm. Fərislər ondan soruşdular, o sənə nə etdi, gözlərini necə açdı? Onlara cavab verdi, sizə indi dedim, məgər qulaq asmadınız? Niyə cinə eşitmək istəyirsiniz? Yoxsa siz də onun şagirdləri olmaq arzusundasınız? Fərisilər o adamı söyüb dedilər, o adamın şagirdi sənsən, biz Musanın şagirdləriyik. Biz tarının Musa ilə danışdığını bilirik, amma bu adamın haradan olduğunu bilmirik. O adam cavab verib onlara dedi, elə təəccüblüsü də budur. Siz bu adamın haradan olduğunu bilmirsiniz, halbuki bu adam mənim gözlərimi açıb. Yaxşı bilirik ki, tarı günahkar adamlara qulaq asmaz. Tarı o adama qulaq asar ki, ona ibadət edir və onun istədiyini yerinə yetirir. Aləmin başlanışından kimsə eşitməyib ki, anadan kör doğulmuş bir adamın gözləri açılsın. Əgər bu adam tarı tərəfindən olmasaydı, heç bir şey edə bilməzdi. Fərislər ona cavab verib dedilər, indi sən bizə dərs verirsən, sən ki tamamən günah içində doğulubsan və onu eşiyə saldılar. İndi gördünüz, bu hekayəni nə qədər sevirəm, başladıqda bilmirəm ki, harada qurtarım.
Sizə keçən həftə də dedim ki, Yuhanna bu İncili nə üçün yazır? O, bu İncildə nə yazıb? Onları iki məqsədlə yazıb. Birincisi bu ki, biz İsanı mövud olan Məsih tanıyıb ona iman gətirək. İkincisi bu ki, bu vaqiələrdə eləyə bilək, o həyatın təmsilini görək ki, bu iman bizim həyatımıza bəxş edir. İsa bu sözü ki, o dünyanın nurudur, bu möcüzənin arxasında bəyan edir. Və bizdən təvəqqə edilən budur ki, onun bu möcüzəsinin sayəsində bilək ki, ona iman gətirdiyimizdə o, dünyanın nuru olaraq nurunu bizim həyatımıza parlaq bir şəkildə elə salacaq ki, həyatımızda olan bütün qaranlıqlar əriyib gedəcək və içimiz onun işığı ilə dolacaq. Görürsünüz ki, İsa ancaq möcüzə etmir. Möcüzənin bizim həyatımıza nə dəxli olduğunu da deyir. Dünyanın nuru mənəm. Əgər yadınızda olsa, İsa şagirdlərinə dağ başında etdiyi söhbətlərində demişdi ki, siz dünyanın nurusunuz. Bu kör adam necə ki oxuduğumda anadan kör doğulmuşdu. Vaqiə bunu da bizə göstərir ki, o günlərdə əgər bir adamın elə bir şikəsti olsaydı ki, artıq işləyə bilməsəydi, ona ancaq bir yol qalırdı. O da bu ki, yolda oturub yolçuluq etsin. Bu mətləb dünyanın çox yerlərində, çox təəssüflə deyirəm ki, doğrudur. Bu adam o zaman ki, İsa onun yanından geçir, çox da üzücü bir vəziyyətdə idi. Bu adamın vəziyyəti əlbəttə ki, şagirdlərin də gözünü özünə çəkir. Lakin başqa bir mətləb üçün. Onların nəzərində indi mühüm ilahiyyatı bir mətləb var idi. Ustad, kim günah etdi ki, bu adam kör anadan doğuldu? Özü, yoxsa ata-anası? İsa'nın dövründə çox adam elə düşünürdü ki, naxoşluqlar insanın günahı üzündəndir. Ona görə də adamı kör gördükdə şagirdlər günah edəni axtarırdılar. Əlbəttə ki, o zaman da bəzi Yahud alimləri belə bir fikir axıntısında bu nəticəyə də gəlmişdilər ki, güya insanların bu həyatından qabaq başqa bir həyatları da varmış və o həyatda həttəmən günah etmişmişlər. Amma biz yəqinliklə bilmirik ki, şagirdlər bu sualda belə bir nəzərə də işarə edirlər. Bunu bilmirik. Buna görə də görürük ki, onlar baisi ata-anasının günahı düşünürlər. Və bu haqda o sualı soruşurlar. Əqiqət buna işarə edirdi ki, ata-ananın günahı 3-4 nəsiləcək övladların başına düşür. Amma İsa Məsihin onlara verdiyi cavab bunların hamısından mühümdür. İsa buyurur, nə bu adam günah etdi, nə də ata-anası. İsa'nın bu sözdən məqsədi bu deyildi ki, bu adam və ya onun ata-anası güya həyatlarında günah etməklər. Xeyr. İsa ancaq bunu deyir ki, bu kör olmaq onların günahının nəticəsi deyil. Və sonrası elə bir sözü deyil ki, anlaması biraz çətindir. İsa buyurur, bu onun üçün baş verdi ki, Tanrının işləri bu adamın həyatında görünsün. Onun bu sözündən belə başa düşülür ki, güya adam kör doğulmuşdur ki, belə bir gündə İsa gəlib onun gözlərini açsın. Amma bu səhih deyil.
əsl mətn daha çoxu buna işarə edir ki, Tanrının işləri bizim aramızda görünsün. İsa bu sözdən sonra bu ilahiyyatı bəhsə davam verməyib, bu kör adama hədsiz şəfqət göstərir. Onun bu şəfqəti bais olur ki, o adam haqqında dörd iş görsün. Birincisi bu ki, İsa istəyir bu adam üçün nur olsun. Buna görə də deyir, dünyanın nuru mənəm. Nuru yaradan o özüdür və burada bu adamın qaranlıqda olan vücuduna İsa istəyir ki, işıq versin. İkincisi bu ki, istəyir görsətsin ki, həyatın nuru o özüdür. Ona peyrəv olanlar artıq qaranlıqda yaşamayacaqlar, nurda yaşayacaqlar. Əlbəttə ki, Tanrını tanınmaq, onu həqiqi bir şəkildə təcrübə etmək insanı həyata qovuşdurar. Üçüncüsü bu ki, İsa istəyir görsətsin ki, həyat odur, həyatın nuru odur və bunu görsətmək üçün görürük ki, oturur və o kör adamla danışıb. Dördüncüsü, istəyir ki, onun gözlərini açsın və bu iş doğrudan da Tanrının işidir. Baxın, ancaq Yuhannadır ki, İsa'nın möcüzələrini Tanrının işi çağırır. Başqa 3 İncil İsa'nın möcüzəli işlərini Yunancada dunamis kəlməsi ilə xitab edirlər. Dunamis kəlməsi daha çoxu qüvvətli işlər mənasındadır. Amma Yuhanna saymeyon kəlməsindən istifadə edir ki, əlamət və nişanə mənasını verir və çox yerlərdə də Tanrının işi adını verir. Və beləcə göstərir ki, Tanrı işləyir. Və burada görürük ki, Tanrının kəlməsi olan İsa işə başlayır və Tanrının qüvvətini göz qabağına qoyur. Nə qədər cəlibdir ki, görürük İsa bu adamın gözünə şəfa vermək üçün tüpürcəkdən istifadə edir. Torpaq və tüpürcək ilə palçıq düzəldib kör adamın gözünə sürtür. İsa başqa zamanlarda kör adama şəfa vermişdi, amma bu yolundan yox. Buna görə də lazımdır ki, burada tüpürcək və torpağın nə həmiyyəti olduğu halda bir düşünək. Baxın, bu adamın gözü naxoşluq səbəbinə görə kör olmamışdı. Adamın əslən gözü yox idi. Adam anadan kör doğulmuşdu. İsa ona gərək göz yaradırdı. Və İsa bu işlə orada olan xalqa özünün kim olduğunu açıqca aşkara çıxardır. Yəhud xalqı yaradılış hekayəsini yaxşı bilirdilər və İsa göstərir ki, insanı torpaqdan yaratdığı kimi necə də burada o adama torpaqdan göz yaradır. Bu hekayəyə baxanda doğrudan da əcib bir dəyişilmə görürük. O adam ki, yazıq halda oturub yolçuluq edirdi, atılıb düşən, coşqun, danışan, difa edən və hərarəti bir adama dönür. Bu necə baş verir? Belə ki, pişqədəm olan o kör adam yox, İsa idi.
Bu İsa idi ki adama yaxınlaşır və kömək üçün qol çırmayır. İsa'dır ki onun yanında oturur. İsa'dır ki tüpürcək və torpağla palçıq düzəldir. İsa'dır ki onun gözlərinə bu palçığı sürtür. Bilirsiniz, əsrlər boyunca Məsihlər arasında daim bu mübahisə keçir ki, necə Tanrının hakimiyyəti və insanın azad iradəsi arasında balans yaratsınlar. Çünki həm Tanrı mütləq hakimiyyətə sahibdir və o istəməzsə heç şey baş verməz, həm də insan azad iradəyə sahibdir və bu azad iradəsi üstündə eləyə bilər qərar verib əməl etsin. Bir tərəfdə Kalvinistlər, o biri tərəfdə də Arminiuslar bu haqda müxtəlif nəzərlər verirlər. Bu mübahisə hələ də gedir. Bəli, doğrudur ki, müqəddəs kitab Tanrının hakimiyyətindən danışır. Bəli, doğrudur ki, müqəddəs kitab insanın azad iradəsindən danışır. Amma hər yerdə ki, Tanrı öz məhəbbət və feyzi üstündə İstəyir əməl etsin, görürük ki, pişqədəm olan bu Tanrı özüdür. Və heç kəs də, heç bir şey də onun bu feyzinin qabağını ala bilməz. Amma bu məsuliyyət hələ də biz insanların boynuna düşür ki, Tanrının bu pişqədəm olub bizə göstərdiyi feyzinin qabağında biz nə cavab veririk? Görün bu kör adamdan nə istənilir? İsa pişqədəm olur, palçıq düzəldir, adamın gözünə sürtür, amma hələ də ona heç bir vədə, heç bir söz verməyib. Sonra ona deyir, dur get, gözünü Siloam hovuzunda yox. Baxın, bu iş məbəddə baş verdi və məbəd ilə Siloam hovuzu arasında olduqca məsafə var idi. Bu adam ki indi üz-gözü palçığa batmışdı, gərək durub bu məsafəni belə gedirdi və bunu edir də. Bu işdə adam nə göstərir? Bunu adam İsa'nın sözünə inanır və həyatını bu inanca mütabiq yönəldib cəhət verir. İnanmağa iman deyilir, həyatımıza bu inanca mütabiq cəhət verməyə də itaət. Adam burada özündən iman və itaəti göz qabağına qoyur. O hələ heç bir şey görmür, bu işin nəticəsini bilmir, amma yenə də itaət edir. Bəli, əzizlərim, itaət həmişə Tanrının feyzinin cavabıdır. Tanrı biz insanlara pişqədəm olur və feyzini bizim həyatımıza tökür. Və bizdən təvəqqə olunan budur ki, iman gətirək, inanaq və itaət edək. Baxın, hər zaman ki biz Tanrının feyzini həyatımızda təcrübə edirik, bu onun üçündür ki, Tanrı pişqədəm olmuş və biz də iman və itaət göstərmişik. Bu qədər. İman və itaət bir-birinəndirlər və heç birisini o birisindən ayırmaq olmaz. Tanrı pişqədəm olur, kör adam iman göstərib itaət edir və bunun nəticəsində gözü olmayan adam göz sahibi olur. İsa bu işlə göstərir ki, dünyanın nurudur. Bir zaman bunu xilqətdə göstərmişdi və indi onu yenə təkrar edir.
Uca Tanrı zaman yetti, öz oğlunu şərəfləndir. Oğul sözə əməl etdi, indi onu qüvvətləndir. Ona verdin böyük qüdrət, bəxş eyləsin sonsuz həyat. Səndən alıb hədsiz cürət, dünyaya gətirsin nicat. Mənə sonsuz sevgi verdin, insanlarla olun deyə. Sənin sözlərinlə getdim, ölümdən əbədiliyəm. Mənə sonsuz sevgi verdin, insanlarla olun deyə. Sənin sözlərinlə getdim, ölümdən əbədiliyəm.